Hər vaxtınız xeyir olsun. İyunun 21-i və hava haqqında məlumatı diqqətinizə çatdıraraq belə ki, 22 iyun tarixi üçün gözlənilən hava şəraitini Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, iyunun 22-sində Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Dəyişkən buludlu olacaq, amma arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz isə 24-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağ ətəyi rayonlarda arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz isə 25-30 dərəcə isti olacaq. Dağlarda isə gecə 6-11 dərəcə isti, gündüz isə 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.